Bismillahirrahmanirrahim. Möhtərəm müsəlmanlar, şək yoxdur ki, dinimizdə ananın xüsusi yeri vardır. Lakin atanın da özünə məxsus məqamı var. Ata, ailədə ən böyük şəxsiyyət hesab olunur. Evdə olan hər kəs, o cümlədən zövcə və övladlar, hər kəsdən öncə ataya itaət etməli, onun sözünü hər kəsin sözündən üstün tutmalıdır. Ataya xüsusi ehtiram göstərilməsi və sözünün eşidilməsi gərəkdir. Əvvəllər ata evə gəldikdə hər kəs ayağa qalxar, onu qarşılayar, onun yanında səsini qaldırmaz və ondan çəkinərdi. İndi isə əfsuslar olsun ki, Qərb dünyasının dırnaqarası mədəniyyəti coğrafiyamıza ayaq açdıqdan sonra tədricən bu hörmət və ehtiram normaları aradan qalxmaqdadır. Bəzən görürsən ki, ata gəlir və övladların hərəsi öz keyfindədir. Subhanallah. Ata bir şeyi qarşılıqsız verən bir varlıqdır. Hər kəs bir yaxşılıq etdikdə bunun qarşılığını gözləyə bilər. Ata isə yox. Atanın ürəyi və mərhəməti çox genişdir. O, elə bir şəxsiyyətdir ki, onun əsl dəyəri yoxluğundan sonra bilinir. İnsan öz atasını itirdikdən sonra həyatın əsl dadını da itirmiş olur. Allah Rəsulu sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, ata cənnətin ən ortadakı qapısıdır. Atalar övladlarını bir loxma ilə təmin etməkdən ötürü daim əziyyət çəkir. Hər zaman ailəsinin, övladlarının dərdi hər şeydən öndə gəlir. Özü yemir, övladlarına yedirdir. Özü nimdaş paltarını geyinir, övladlarına isə yenisini alır. Nə isə ala bilmədikdə, buna imkanı çatmadıqda isə daxilində bunun iztirabını, dərdini daşıyır. Ata hər zaman öz övladlarına görə qorxur. Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur ki, Allahın razılığı atanın razılığında, Allahın qəzəbi atanın qəzəbindədir. İnsanı Allaha yaxınlaşdıran ən böyük əməllərdən biri də ataya ehtiram göstərmək, ona yaxşılıq etmək və onunla gözəl davranmaqdır. Ümumiyyətlə, ana və ata hörmətə ən çox layiq olan kəslərdir. Ona görə də, əziz gənclər, atalarınızın qədrini bilin. Atanızın sizə qəzəbli halda ölməsindən qorxun. Atanızın sizə görə göz yaşı axıtmasından çəkinin. Əgər atanın üzərinə səsini qaldırsan, bil ki, sən onu sanki öldürmüş olursan. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim atasına lənət oxuysa, Allah da onu lənətləyər. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin məşhur səhabəsi Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunur ki, bir dəfə o, 2 nəfəri yolda yeriyərkən görür və onlardan birindən yanındakı adamın kim olduğunu soruşur. Adam da deyir ki, mənim atamdır. Əbu Hüreyrə radiyallahu anhu ona deyir ki, heç vaxt atanın önündə yerimə, onu adı ilə də çağırma. Çalış atanı dünya malına görə qəzəbləndirməyəsən. Zaten o, dünya malını kimin üçün qazanır? Kimə görə əziyyət çəkir? Kimə görə kədərli və fikirli olur? Sənə görə. Xüsusən də qız uşağı üçün ən böyük dayaq onun atasıdır. Bunu əsla unutma. O övladlar ki, atasını saymır, atasına ehtiram göstərmir, onu lağa qoyur, ona səsini qaldırır, onu vurur, onu hörmətdən salmağa çalışır, onun fikirlərinə dəyər vermir, başqalarının rəyini atasının rəyindən üstün tutur. Onlar mütləq və mütləq bu əməllərinə görə peşman olacaqlar. Həmçinin unutma ki, valideynin üzünə ağ olmaq elə bir günahdır ki, onun cəzası axirətə qalmır, bu dünyada insana verilir. Adətən insan öz ata-anasına qarşı necə olursa, onun da övladları ona qarşı elə olur.
Unutma ki, bir gün gələcək və sən atanı bir daha görməyəcəksən. Əsl peşmançılıq isə o zaman baş verəcək. Sonda hər birimizin adından dua edərək deyirəm ki, Allahım, bizlərdən kimin atası sağdırsa, onun ömrünə və sağlamlığına bərəkət ver. Dünyasını dəyişənlərin də günahlarını əfv et və onları bağışla. Şübhəsiz ki, sən bağışlayansan, rəhimlisən. Amin.